İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruh ve na'uzu billahi min şururi anfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu rasuluh. Ya eyyühellezine amenu ittakullaha hakka tukatihi ve la temutunne illa ve entum muslimun. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Əziz qardaşlarım, hər şeydən əvvəl sizə, eləcə də özümə Allahdan layiqincə qorxmağı tövsiyə edirəm. Çünki Allah qorxusu mümin üçün həm bu dünyada, həm də ahirətdə nicat və xoşbəxtlik gətirir. Həmçinin sizə Peyğəmbər sallallahu aleyhi və səlləmin və onun səhabələrinin yolunu tutub getməyi tövsiyə edirəm. Bugün sizə bir sahabə qadının başına gələn ibratamir bir hadisə barəsində danışmaq istəyirəm. Bu qadın Qalə bint Məxrəmə Ət-Təmimiyyə radiyallahu anhadır. Bu qadın özünün İslama girdiyi ilk günləri barəsində söhbət açır. Bu qissə uzun bir qissədir. Onu tam olaraq Təbarani Mucəmül Kəbir əsərində rəvayət etmişdir. Bu qissənin bir hissəsini isə Buxari Əl-Ədəbül Mufrad əsərində, Tirmizi isə Sunən kitabında rəvayət etmişdir. Biz bu qissənin bizə lazım olan hissəsini danışacağıq. Qaylə radiyallahu anhə özünün Mədinə şəhərinə gəlib çatdığını və namaz qılmaq üçün Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinə daxil olduğunu belə rəvayət edir. Bu hadisə sübh namazının vaxtında baş vermişdi. Möminlər səhvlərə düzülmüş, Peyğəmbər sallallahu aleyhi və səlləm də artıq onlara namazı qıldırırdı. Qaylə radiyallahu anh rəvayət edir ki, mən məscidə daxil olduqda artıq sübh çağı idi və Peyğəmbər sallallahu aleyhi və səlləm də cəmaata sübh namazını qıldırırdı. Göy üzü hələ ulduzlu və hava da qaranlıq olduğundan kişiləri qadınlardan ayırmaq çətin idi. Mən həmin vaxtlar İslamda hələ təzə idim. Odur ki, gəlib kişilərin cərgəsində səhvə durdum. Qadın, Peyğəmbər s.ə.v məscidində sübh namazında kişilərin cərgəsində səhvə durur. Qaylə radiyallahu anh rəvayət edir ki, yanımdakı kişi məndən, sən qadınsan yoxsa kişisən deyə soruşdu. Mən də ona qadınam deyə cavab verdim. Onda kişi mənə, sən az qaldın ki, məni fitnəyə salasan. Get qadınlarla namaz qıl, deyə cavab verdi. Mən məscidin bir küncündə qadınların namaza durduqlarını gördüm. Məscidə ilk daxil olduğumda o gözümə sataşmamışdı. Mən gedib qadınlarla səfə durdum və namazımı qıldım. Əziz qardaşlarım, bu hadisəyə diqqət edin. Hadisə Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında, onun məscidində ən fəzilətli əməli yerinə yetirərkən, sübh namazını qılarkən baş verir. Belə bir vaxtda, belə bir Peyğəmbər s.ə.v məscidində və namazda ikən həmin sahabə kişi fitnəyə məruz qalmasından qorxur, qadının fitnəsindən. Amma buna baxmayaraq görür sahabə həmin qadına nə deyir? Deyir, sən az qaldın ki, məni fitnəyə salasan. Bu cür əməldə, namazda ikən qorxur ki, qadın onu fitnəyə salar. Sahabənin bu sözü Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisində də öz təsdiqini tapmışdır. Usəmə ibn Zeyd radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, mən özümdən sonra kişilər üçün ehtiyat etdiyim ən təhlükəli fitnə qadınlardır. Bu hədis ona dəlalət edir ki, kişilər üçün ən birinci və ən təhlükəli fitnə qadın fitnəsidir. Çünki məhz Peyğəmbər sallallahu aleyhi və səlləm qadın fitnəsini kişilər üçün ən təhlükəli fitnə adlandırır.
Bunu Uca Allah'ın Ali-İmran surəsindəki 17-ci ayəsi də təsdiqləyir. Allah Subhanahu taala bu ayədə buyurur: "Zuyyina lin-nasi hubbuş-şehawati minan-nisa'i vel-banina vel-qanatiril muqantarati minez-zahabi vel-fidda vel-khaylil musawwamati vel-an'ami vel-hars zalika mata'ul hayatid-dunya vallahu indehu husnul ma'ab." Qadınların, uşaqların, yığın-yığın qızıl gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək, yəni bunların verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür. Gözəl qayıdış yeri isə Allah yanındadır. Böyük təfsir alimlərindən sayılan Qurtubi rahimehullah bu ayənin təfsirində demişdir: Uca Allah bu ayədə birinci qadını zikr edir. Çünki nəfslər ən çox qadınlara meyillidir. Ona görə də qadınlar bir növ şeytanın ipləridir. Şeytan onların vasitəsilə kişiləri fitnəyə salır. Subhanallah. Başqa bir hədisdə də Əbu Səid Əl-Xudri radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Dünyanın fitnəsindən qorxun, qadınların fitnəsindən qorxun. Çünki İsrail oğullarında baş vermiş ilk fitnə qadınlar olmuşdur. Yəni bizdən əvvəlki qövmlərdə də baş vermiş ilk fitnə qadınlar olmuşdur. Şeytan qadınlar vasitəsilə onları öz yollarından çıxartmışdır. Həmçinin Abdullah ibn Məsud radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Qadın övrətdir. O bayra çıxdıqda şeytan baxışları ona yönəldir. Yəni şeytan həmin qadın vasitəsilə kişiləri fitnəyə salır və sonda da çirkin əməllərə yönəldir. Əziz qardaşlarım, gəlin xütbənin əvvəlində zikr etdiyimiz əsas hədisə qayda. Hədisdə həmin sahabə Qaylə radiyallahu anhəyə, qadına deyir ki, sən az qaldın ki, məni fitnəyə salasan. Demək, bu sahabə Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında, onun məscidində, özü də onun arxasında, sübh namazında ikən qorxur ki, fitnəyə düşsün. Və deyir ki, sən az qaldın ki, məni fitnəyə salasan. Bəs görürsən, günün günorta çağında, özü də bəzənib düzənmiş, açıq-saçıq geyinmiş və gözəl ətirlər ətirlənmiş bir halda qadınlar kişilərə qarışarlarsa, onda nə baş verər? Kişilər fitnəyə düşərlərmi? Əlbəttə ki, bəli. Peyğəmbər sallallahu aleyhi və səlləm öz ümməti üçün məhz bu böyük fitnədən qorxurdu. Qadınların fitnəsindən. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm hətta məsciddə belə qadınlara kişilərdən çox uzaqda durmağı buyurardı. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: Kişilərin ən xeyirli səhvləri ön səhvlər, savabı ən az olanları isə axırdakılarıdır. Qadınların ən xeyirli səhvləri isə arxadakı səhvlər, savabı ən az olanları isə qabaqdakılardır. Demək, qadınlar nə qədər kişilərdən arxada durarsa, bir o qədər onlar üçün daha əfzəldir. Qadın hətta Allahın evində, yəni məsciddə olsa belə, nə qədər kişilərdən uzaq olacaqsa, bir o qədər də onun üçün daha xeyir olacaqdır. Ümumiyyətlə, qadının namazlarını öz evində qılması, məsciddə qılmasından daha xeyirlidir. Abdullah ibn Ömər radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: Məscidə getmək üçün sizdən izin istədikləri zaman qadınlarınıza məscidlərə getməyə mane olmayın. Amma evləri onlar üçün daha xeyirlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə bildirir ki, qadınların evləri onlar üçün məscidlərdən, ən gözəl ev sayılan məscidlərdən daha xeyirlidir. Əgər qadınlar üçün evləri məscidlərdən daha xeyirlidirsə, deməli, məsciddən qeyri yerlərdən də daha xeyirlidir onların evləri. Odur ki, qadınlar evlərində qərar tutmalıdırlar. Həmçinin, qadın ərinin izi olmadan bayra çıxmamalıdır. Çünki hədisdə Peyğəmbər s.ə.v buyurur ki, qadınlar sizdən izin istədikdə məscidə getmələrinə mane olmayın. Demək, hətta məscidə belə qadın izin istəməlidir ərindən. Yəni, hətta ən fəzilətli əməli yerinə yetirmək üçün, namaza getmək üçün belə qadın ərindən izin istəməlidir. Evdən çıxmaq üçün. Əziz qardaşlarım, qadın həqiqətən də fitnədir. Odur ki, günaha batmamaq istəyən kimsə, nəinki günahın özündən, həm də hətta bu günaha
yaxınlaşdıracaq bütün əməllərdən uzaq durmalıdır. Buna zina barəsində nazil olmuş ayəni də misal çəkmək olar. Allah Subhanahu taala bu ayədə buyurur: "Lə təqrabuz zina." Zinaya yaxınlaşmayın. Baxın, Allah Subhanahu taala ayədə demir zina etməyin. Buyurur ki, zinaya yaxınlaşmayın. Demək, onu yaxınlaşdıracaq bütün əməllərdən uzaq olmaq lazımdır. Burada Allah Subhanahu taala öz bəndələrini zinadan və zinaya səbəb olan hər bir işdən, naməhrəm qadınla təhlükdə qalmaqdan, onunla əl verib görüşməkdən, onunla söhbət etməkdən və başqa bu qəbil işlərdən uzaq durmağa buyurur. Naməhrəmə baxmağın qadağan olması barəsində isə Allah Subhanahu taala Quran-Kərimdə belə buyurur: "Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır." Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qadına toxunmaq xüsusunda isə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Yəni, naməhrəm qadına toxunmaq xüsusunda Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Sizlərdən birinin başına dəmir iynənin sancılması naməhrəm qadına toxunmasından daha xeyirlidir." Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm demək istəyir ki, naməhrəm qadına toxunmaq qadağandır. Həmçinin naməhrəm qadına baxmaq barəsində də İbn Abbas radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Həqiqətən Allah zinadan Adəm oğlunun payına düşəni əzəldən yazmışdır və o, istər-istəməz buna mübtala olacaqdır. Gözün zinası baxmaqdır, dilin zinası danışmaqdır, nəfs də təmanna edir və istəyir. Cinsiyyət üzü isə ya bunların hamısını təsdiqləyir, ya da təkzib edir." Demək, naməhrəm qadına baxmaq və onunla söhbət etmək insanı zinaya aparıb çıxarır. Ona görə də bu hərəkətlərdən uzaq durmaq gərəkdir. Ümmü Sələmə radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaat namazını bitirdikdən sonra qadınlar ayağa qalxardılar. O isə ayağa qalxmamışdan əvvəl bir qədər oturardı. Yəni, cəmaat namazını bitirdikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bir qədər oturardı ki, qadınlar ayağa qalxsın, sonra onlar ayağa qalxardılar. Hədisi rivayət edən ravilərdən biri deyir ki, mənə elə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu ona görə edərdi ki, qadınlar çıxıb gedərkən kişilər onları görməsinlər. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm hər bir vasitə ilə çalışırdı ki, kişilər qadınlar vasitəsilə fitnəyə düşməsinlər. Rəvayət edilir ki, İbn Abbas radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişdir: "Heç bir kişi naməhrəm bir qadınla təklikdə qalmamalı və heç bir qadın yanında məhrəmi olmadan səfərə çıxmamalıdır." Bu vaxt bir nəfər ayağa qalxıb dedi: "Ya Rasulullah, mən filan döyüşdə iştirak etmək üçün orduya yazılmışam, zövcəm isə həcc ziyarəti üçün yola çıxmışdır." Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Get, zövcənlə birlikdə həcc ziyarətini yerinə yetir." Subhanallah. Peyğəmbər sallallahu aleyhi və səlləm həmin kişiyə cihada getməyə qoymur. Çünki zövcəsi tək, məhrəmsiz səfərə çıxdığına görə ona buyurur ki, get onunla həccə get. Hədisdən göründüyü kimi, hətta ən əfzəl əməl olan həcc ziyarəti olsa belə, qadın yanında məhrəmi olmadan səfərə çıxmamalıdır. İbn-i Muraqqin rahiməhullah demişdir: "Qadın aşağıdakı şərtlərə riayət edəcəyi təqdirdə evindən bayıra çıxa bilər." Bu şərtlər aşağıdakılardır: zəruri ehtiyac olmalıdır. İkinci, cəlb edici paltar geyməməlidir. Sonra ətirlənməməli, yolun bir kənarı ilə getməlidir. Kişilərlə ünsiyyətdə olmamalı və öz hərəkətləri ilə onları özünə cəlb etməməlidir. Hicabın altından geyindiyi bərbəzbəyini və xalxallarını tərpədib, ha belə ayaqqabısının dabanlarını yerə vurub, səs çıxararaq kənardakıları özünə cəlb etməməlidir. Əziz qardaşlarım, İslam dininin qadınlara bu cür münasibət bəsləməsi, onları bu cür gözəl tövsiyələr verməsi heç də onları sıxışdırmaq, onların azadlıqlarını əlindən almaq demək deyildir. Əksinə, şəriətin qoyduğu bu qaydalar ona görədir ki, onların namusu, şərəfi və iffəti qorunsun.
qadınların. Həmçinin İslam dini qadınlarla gözəl rəftar etməyi buyurur. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: kim Allaha və axirət gününə iman gətirirsə, qonşusuna əziyyət verməsin, qadınlarla da yaxşı davransın. Çünki onlar qabırğadan xəlq edilmişlər. Qabırğanın əyri tərəfi isə yuxarı hissəsidir. Sən onu düzəltmək istəsən, sındıracaqsan. Düzəltməsən, əyri qalacaq. Odur ki, qadınlarla yumuşaq davranın. Peyğəmbər sallallahu aleyhi və səlləm bu tövsiyəsində buyurur ki, qadınlarla mülayim rəftar etmək lazımdır. Sərt yox və onlarla gözəl davranmaq, onların pis cəhətlərini mülayim şəkildə onlara başa salmaq lazımdır. Əgər qadınlar İslam dininin gətirdiyi qaydalara riayət etməzlərsə, tezliklə həlaka uğrayarlar. Ona görə də qadınlara nəsihətimiz budur ki, Allahın və Peyğəmbərinin sallallahu aleyhi və səlləmin əmrlərinə riayət etsinlər. Onların əmrlərini yerinə yetirsinlər. Allah subhanətə alə qadınlara əmr edərək belə buyurur: وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةُ الْأُولَى Evlərinizdə qərar tutun. İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Həmçinin başqa bir ayədə Allah subhanətə alə buyurur: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ذَلِكَ أَدْنَى أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ Ey Peyğəmbər, zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu, onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Daha münasibdir. Allah subhanətə istəyirəm ki, bizim dinimizi qorusun. Amin. Bizi doğru yolda sabit etsin. Amin. Və bir göz qırpımı olsa belə bizi haqdan saptırmasın. Amin. Aqulu qavli həzə və estəğfirullah li və ləkum və lisəl musliminə min kulli zəm fəstəğfiruhu və tubu ileyh innəhu huvə qafurur rahim. Elhamdülillah hamden kesiren tayyiben mübareken fih kema yuhibbu Rabbuna ve yarda ve şehadu en la ilahe illallah vehdehu la şerike leh ve şehadu enne Muhammeden abduhu ve rasuluh. Əziz qardaşlarım, Allah'tan qorxmaq, onun göndərdiyi şəriətə riayət etmək müsəlmanın izzətidir. Onun həm bu dünyadakı, həm də ahirətdəki xoşbəxtliyinin açarıdır. Ömər radiyallahu anh'ın gözəl bir sözü vardır. O buyurur ki, biz Allah'ın İslam dini vasitəsilə ucaltdığı bir qövmük. Nə qədər ucalığı İslamdan qeyrisində axtaracaq, bir o qədər də Allah subhanətə alə bizi zəlil edəcəkdir. Demək, ucalıq ancaq İslamdadır. İslamdan qeyrisindən kim ucalıq axtararsa, əksinə Allah subhanətə alə onu alçaldacaqdır. Odur ki, Allahın əmrlərinə riayət etməliyik ki, Allah subhanətə alə bizi ucaltsın. Şeytanın və şeytanın qulluq edən insanların əməllərindən uzaq, dəvətlərindən uzaq olmalıyıq. Bu sözlər həqiqətən də gözəl sözlərdir, Ömər radiyallahu anh'ın sözləri. İnsanların, Allah subhanətə alə Quran-ı Kərimdə buyurur: "Vallahi yuridu en yatuba aleykum ve yuridellezine yettebi'un eşşehavat en temilu meylen azime." Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda ehtiraslarına qapılanlar sizi çox kənara meyl etməyə, haqdan uzaqlaşdırmağa yönəldirlər. Yəni Allah subhanətə alə insanların doğru yola yönəlmələrini istəyir. Lakin şeytanlar onunla insanların doğru yoldan sapmalarını istəyirlər. Demək ki, Allah subhanətə alə bizim günahlarımızdan əl çəkməyi və tövbə etməyimizi istəyir. Şeytan və ona qulluq edənlər isə bizim haqdan uzaqlaşıb günahlara meyl etməmizi istəyir. Allah subhanətə alə istəyirəm ki, bizim qəlbimizi ölənə qədər İslam dini üzərində sabit etsin. Amin. Ya'lamu rahmekumullah enne ahsenel hadisi kitabullah ve hayrel hadi Muhammeden sallallahu aleyhi ve sellem ve şerrel umuri muhtesatuhâ fe inne kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr ve aleykum cemaatil muslimin fe inne yadallah ma'al cema'a ve men şezze finnâr. صلوا رحمكم الله على نبينا محمد صلى الله عليه وسلم امتثالا لأمر ربكم حيث يقول إن الله وملائكته يصلون على النبي
يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد. وارض اللهم عن خلفاء الراشدين أبي بكر وعمر وعثمان وعلي وعن سائر أصحابه أجمعين. اللهم أعز الإسلام والمسلمين. آمين. اللهم أعز الإسلام والمسلمين. آمين. اللهم أعز الإسلام والمسلمين. آمين. وأذل الشرك والمشركين. آمين. ودمر أعداءك أعداء الدين. آمين. وانصر عبادك الموحدين. آمين. اللهم أصلح لنا ديننا الذي هو عصمة أمرنا. آمين. وأصلح لنا دنيانا التي فيها معاشنا. آمين. وأصلح لنا آخرتنا التي فيها معادنا. آمين. واجعل الحياة زيادة لنا في كل خير. آمين. والموت راحة لنا من كل شر. آمين. ربنا ظلمنا أنفسنا وإن لم تغفر لنا وترحمنا لنكونن من الخاسرين. آمين. ربنا لا تزغ قلوبنا بعد إذ هديتنا وهب لنا من لدنك رحمة إنك أنت الوهاب. ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار. آمين. عباد الله إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. واذكروا الله العظيم الجليل يذكركم واشكروه على عموم نعمه يزدكم ولذكر الله أكبر والله يعلم ما تصنعون.